Bunlar Azərbaycancıdırlar. Azərbaycancılıq özü də son zamanlar iki qismə bölünübdür. Biri Zir Məcmui İran olaraq Azərbaycancılıq. Məsələn, Səməd Sərdariyə kimi. Bunlar deyirlər Azərbaycan Zir Məcmui İrandır. Yəni İranın alt küməsidir. Amma İranın qoruyucusu və qurucusu da budur. İranın nüvəsi budur. Məsələn, Şəhriyar bunlardan ibarətdir. Şəhriyar aşırı dərəcədə Azərbaycancıdır. Azərbaycana nə qədər şeirlər yazmış. Azərbaycanı öymüş. Bu dəgər yeç ləhzi Tehran yadı Azərbaycan, sərbi əflak meykəşid, nə bilim, fəryadı Azərbaycan, belə-belə şeirləri falan vardı. Amma eyni zamanda deyir ki, gerçi Türkiye bəs əziz est o zəban madəri, leyk əgər İran nəquyət lal bada in zəban. Türk dili deyil, əziz və ana dili olsa da, İran söyləməsə, bu dil lal olsa, olmasından daha yaxşıdır. Ya da başqa şeirləri də vardır. Eyni zamanda ki, məsələn, Heydər Babanı yazıbdır, türkçə falan. Türk olduğunu da kabul edir, deyir biz türkük. Amma deyir bu ətlə dırnaq kimidir. Oradan ayıra bilməzsiniz. Bu əvvəldən də olmuş. Məsələn, Səttarxan da o cür idi. Məşrutə hərəkətinə qatılanlar da o şəkildə idi. Əslində, bu teyfdə Azərbaycancılıq ari irqçiliğinin bir şəkildə nütfəsidir. Burada döllənmişdir. Məşrutiyə qatılanların hamısı Azərbaycancı, amma bu Azərbaycancılığın muhtevasını İrancılıq təşkil edir. Son zamanlar bir də komünizm cəbhəsindən gələn Azərbaycancılar var. Bunlar nədirlər? Bunlar da Təbrizdə ortaya çıxmış o tənbəki hərəkətindən Məşrutə, Şeyx Məhəmməd Xiyabani, nə bilim, Pişəvəri bunlara marksist bir təbir gətirmişlər. Bunlar deyirlər ki, Azərbaycan inqilablar ölkəsidir. Xüsusən o tərəfdə bu hazırlandı, Bakıda, bu yalan, bu iftira. Ondan sonra İrana azadlıq gətirəcək. Pişəvəri də elə deyirdi ki, Azərbaycan İran xalqlarının hamısını azad edəcək. Mən bilmirəm hansı qüvvətə, hansı gücə, hansı potansiyel imkana dayanaraq bunu söyləyirdi ki, Azərbaycanda nə vardı İranı azad etmək üçün? Onun dili farsça, ədəbiyyatının dili farsça. Azərbaycanda Pəhləvilərdən əvvəl sən bir dənə türkçə mətn tapa bilməzsən. Hamısı mərsiyələrin mətni demirəm onu. Onu geçen dəfə burada söylədik. Rıza Şahın taxta qapı əməliyyatı olmasaydı, heç İranda türk olmayacaqdı. Köçəri türkləri, Qoçnişinləri yerləşdirdi kəndə şəhərə, sonra da onlara sipahi danış, müəllim falan göndərdi və bunlar yazıb oxumağı öyrənəndən sonra bunların içərisindən, məsələn, Şəhriyar, bunun içərisindən Bulut Qaraçörlü, Səhənd çıxdı, kim çıxdı? Ya, məsələn, mən çıxdım, sən çıxdın, o çıxdı, bu çıxdı. Bu Pəhləvilərin zamanında o taxta qapı hərəkətinin və sonra da Məhəmməd Rıza Şahın zamanında ki, mən bir dənə inqilab tanıyıram İranda, o da Məhəmməd Rıza Şahın inqilab sifid və ya ağ inqilabıdır. İnqilab yuxarıdan aşağı olmalıdır, aşağıdan yuxarı inqilab olmasın, yəni nəticə verməz. Yəni kəndlərə, məhrum yerlərə Behdaşt, ondan sonra müəllim, öyrətmən, sipah, danış falan göndərərək, hamı yazıb oxumağı öyrənəndən sonra Pəhləvilərin zamanında bir türkçülük şuuru doğdu. Ədəbiyyata daşındı. Ondan əvvəl belə bir şey olmayıbdı. İndi də ki biz danışırıq burada türkçülükdən falan. Bunun qurucusu Pəhləvilərdir. Amma Pəhləvilər bilmirdilər belə bir şey qururlar. Bizim ana dilimizdə bir dənə zərbil məsəl var. Deyirsən saydığı say, gör fələk nə sayacaq. Yəni o peyamət naxastə deyirlər ha. Yəni bəklənməyən, gözlənməyən bir nəticə. Sən başqa bir iş üçün bu işi görürsən, ancaq işindən başqa bir nəticə çıxır. Məhəmməd Rıza Şahın özündə və Rıza Şahın özündə də bir Azərbaycancılıq var idi.
Bu Şəhriyarın e, 1337-ci ildə Məhəmməd Rza Şah gəlir Təbrizə, o dəmir yolunun açılışında Şəhriyarı da gətirirlər ora. Şeir oxusun. Şəhriyar da orada Türk dilində padişaha xoş gəldin deyir. Deyir şəhərimizə xoş gəlmisiniz. O Təbrizin nə bilim ustandarı, fərmandarı, rəisi, polisi falan ki orada oturmuşlardı. Hamısı onlar, o el adamlardılar. Hamı quruldanır, bu niyə bir Azəri dilində danışdı falan. Şah da parmağını qaldırır, deyir sakit. Susturur bunları. Ondan sonra elə davranandan sonra Şəhriyar ikinci cümlədə deyir Türk dilində. Əvvəl deyir şəhərimizə xoş gəlmisiniz. Ondan səs küçük qopur. Niyə bu farsça demədi? Padişah bu sürünü susturduqdan sonra deyir səfa gətirmisiniz. Qədəminiz mübarəkdir. Sonra başlayır yazdığı şeiri oxumaq. Orada şahla arasında da bir danışıq olur. O danışıq da türkçə olur. Çox qəribədir aralarında. Çünki Məhəmməd Rza Şah türk dilini bilirdi. Anasından da türkçə danışırdı. Anası farsça danışa bilməzdi. Yazıb oxuması 5 klas Şabanı oxumuşdu anası. Qacar zamanında. Yəni sonradan öyrənmişdi. Orada da deyir ki, belə görüm o cümləsi tam olaraq yadımdadır ama Sərdudimanıma əs-sərzemin Azərbaycan است. Məsələn, bu Azərbaycançılığı Tacülmülük belə yazır. Deyir ki, Məhəmməd Əli Furuği Rza Şahın kafasına girdirmişdi. Sonra da oğlu da deyir elə düşünürdü elə. Məhəmməd Rza Şah da ki, Zərtüşt Peyğəmbər Azərbaycanda BST varmış. Orada o zaman da bir Zərdüştlüyə falan bir ideolojik ehtiyac olduğu üçün bir Azərbaycançılıq var idi. Pəhləvilərdə belə var idi. Bu da bir Azərbaycançılıq idi. Politikası İranı bölmək doğrultusunda deyil. Amerikanın politikası sadəcə İranı bölməməklə sınırlı deyildir. Suriye'ndə görürsən bölünmə ehtimalı vardır. Qoymur bölünsün. Amerika iradə etsə Suriye bir həftənin içində pörsük olar. İndi Suriye'nin və İraqın qarşımızdakı 10 ildə hansı aqibəti yaşayacağı bizə ipucu verəcək ki, Amerika İranla bağlı nə düşünür? Önemli olan budur. Amerika istəsə bölə bilər. Amerika istəməsə İrandakı xalqlar ayağa qalxsınlar, heç bir iş görə bilməzlər. Amerika da istəsə burada bölsə bu İranı, ən çox zərərə uğrayan biz türklər olacağıq. Diqqət edirsinizmi? Kürdlər xeyirli çıxar, ərəblər faydalı çıxar, bəluçlar faydalı çıxarlar. Türklər bədbəxt olarlar. Nədən? Yaxşı. Minlərcə sənin İsfahanda, Xuzistanda ticarətin var. Ondan sonra ticarət həyatın var, Xəlic Farsla falan. Bunları nə edəcəksən? Sən göydən sənə imdadı qeybi iqtisadiyyatı və yardım edəcək. Bu bir. İkincisi, Azərbaycan bölgəsinin həqiqətən sekular bir dövlət qurmaq kapasitesi var mı? Ama bir tane bizim sosyologumuz yoktu. Siyasi fəlsəfə, milli düşüncəni formalize edebilecek bir tek adamın adını söyleyə bilməzsiniz. Azərbaycan da ayrılsa, yine de Cənubi Azərbaycan İslam Cumhuriyyəti qururlar. Bizim tariximiz, bizim sosyolojimizin kapasitesi budur. Boş söhbətlə din çökmüş falan xeyr. Biz istəyək sekular bir camiə təsis edək, onu İranda başqa xalqlarla bir yerdə mi Avropa mədəniyyətinin, Amerikanın, Avropanın yardımı ilə bunu qura bilərik. Yoxsa Azərbaycanla İrandan ayrılsa, olacaq Azərbaycan İslam Cumhuriyyəti. Azərbaycan belə bir dövlət qurmaq təcrübəsi var tarixdə. Səfəvilər elə, Qacar elə. Ondan sonra Cumhur İslamını da Türklər qurdular da. O da elə o cür. Yəni inqilab 29 bəhmən Təbrizin Çağqu keşləri çıxdı. Canlarını fəda etdilər. 13 nəfər Qızıllı məscidində öldü. Niyə? Şah getsin, Şəmxani gəlsin. Görürsən yarıçılpaq qızlar, xanımlarını filanı. Bizlərə gəlirlər, bizim qızlarımızın başı açılandı, döyüb öldürürlər. Özlərinin məclisində nələr olur. Buna görə Təbrizin cavanları özünü ədalət yolunda, Əbəlfəz yolunda özünü ölümə vermişlər.
Çok komik değil mi? Evet. Böyle. İndi bizim camiənin, yəni biz təhdid etmirik. Məmləkəti təhdid edən fanatizmdir, millətçilikdir. Məmləkətə təhdid edən dincilikdir. Məmləkəti təhdid edən, ölkəmizi təhdid edən kommunizmdir. Ki, diktatorluq istəyirlər bunlar. Biz bunun nəticəsində, bu gəlişmələrin nəticəsində məmləkətdə demokrasi oluşar. Demokrasinin oluşması üçün məmləkətdə cumhuriyyət ya da krallıq məsələsi başqa məsələdir. Padişahlıq da ola bilər, demokrasi ola bilər. Onu mən bilmirəm. Mən şəxsən özüm cumhuriyyətçiyəm. Amma bu o demək deyil, məsələn, padişahlıq qurulsa, Rıza Pəhləviyə görə demirəm. Rıza Pəhləvi bəlkə öldü sabah bir gün. Faniyik də, hamımız öləcəyik. Fərq etməz, kim olursa olsun. Padişahlıq da qurulsa, sekularizm və az öncə söylədiklərim sürət nəticəsində ortaya çıxan demokrasi. Əgər biri gələcək prezident olduqdan sonra oğlu, onun oğlu olacaqsa, elə cumhuriyyət olar. İslam ölkələrində belədir də. Ondan sonra bir dəfə padişahlıq olsun da. Padişahlıq ondan daha yaxşıdır. Əgər biz seçim yoluyla gələni ortadan qaldıra bilməyəcəksə, o zaman biz padişahlıq quralım. Bunun nə zərəri var? Çünki demokrasi bu demək deyil ki, sən iradəni sandığa yansıtasan və yeni kəsimi iş başına gətirəsən. Bu sadəcə bu deyil. Demokrasi həm də budur. O adamı sən oraya oturtdun, bu qədər də səlahiyyət verdin. Yaxşı, sən onu oradan necə indirəcəksən? Hitler də demokratik yolla gəldi. Gördünüz? Dünya 50 min insan öldürdülər savaşda. Putin də demokratik yolla gəlmiş. Gələndən sonra getmirlər, qanunları dəyişdirirlər. Amma Trump da getmək istəmirdi, gördünüz? Demokrasi elə qurulmuş ki orada. Adamı yapışır qulağından, deyir, yox da səni sürən dolmuş, getməlisən. İnsan doğası belədir. Bir yerə oturduqdan, gücü, qudrəti ələ geçirdikdən sonra iqtidar, güc, qudrət çox ləzzətlidir. Əlinin altında imkansız, sonsuz imkanlar. Hər kəs sənə gəlir qarşıda, diz çökür. Zevq alır insanlar bu işdən. Yaxşı. İnsanda belə bir təbiət olduqdan sonra, sən o adamı ora gətirdikdən sonra elə bir mexanizm qurmalısan ki, onu oradan necə endirəcəksən? Karl Popper ona görə də Açıq Toplum və onun düşmanları, Camiə-i Baz və Düşmənan-ı An kitabında yazır ki, və doğru yazır, bu düşüncəni mən tamamən dəstəkləyirəm. Deyir ki, demokrasi bu demək deyil ki, sən məsələn seçimə gedəsən filan, gətirəsən ora adamı yerləşdirəsən. Adam oraya yerləşəndən sonra bütün gücü keçirdir əlinə. Bir, o gücü ələ keçirməsinin qarşısı alınmalıdır. İki, o gücü ələ keçirdəndən sonra, orada oturandan sonra onu aşağı endirmənin yolu da qanunla təsvib və təsdiq edilməlidir. Yoxsa gəlib oturandan sonra nə fərq edəcək? Xamenei olmasın, kim olursa olsun. 3 dənə qüvvə bir-birindən ayrı olmalıdır. Ayrı olmayandan sonra istər padişah olsun, istər xəlifə olsun, istər imamət olsun, istər rəhbərlik olsun indiki kimi, istər prezidentlik olsun. Bunun nə anlamı vardı? Böyle olduqdan sonra insan inqilab mı eder? O zaman bizim yapmamız gereken inqilab nədir? İnqilab fikri bir məsələdir. Camiəni ayağa qaldırmaq və camiədə xalqı səfərbər edərək bir inqilaba hazırlıq görmək deyil. O, vəziyyəti daha da təhlükəyə soxar. Ona görə mən deyirəm ki, məsələn, İnqilab Sifit ki, padişah başlatmışdı Məhəmməd İsa Şah, mən onu inqilab adlandırıram. Ancaq 1357-ci ildə 22 Bəhməndə gerçəkləşən bu kuduta adlandırıram mən onu. Onu inqilab adlandırmıram. İnqilab elə olmaz. İnqilab olduqdan sonra məmləkətə rifah gəlmir, bolluq gəlmir. Nüfus sayımı ilə ekonomi irəli getmirsə, orada deməli bir axsaqlıq vardır da. Görürük ki, məsələn, bizim nüfuzumuz olmuş 90 milyon. 90 milyon dolar da olmuş məsələn 100 neçə min tümən. Amma inqilabın ərəfəsində dolar 7 tümən idi. Hardan hara gəlmiş? Heç bir ölkədə bizim məmləkətimizin iqtisadi imkanları
sadir edilə bilmir, satılmır. Niyə? Bizim dünyayla nə düşmançılığımız var? İnqilab belə olar. İnqilab qapıları açar sərmayə üçün, başqa ölkələr üçün, başqa millətlərlə qardaşlıq, dostluq ilişkiləri quraraq məmləkətin iqtisadi imkanlarını genişlətmək, rifahı gəlişdirmək. Çünki iqtisadi imkanlar gəlişdikcə, başqa ölkələrlə ilişkiyə girdikcə camiənin səliqəsi, camiənin zevq anlayışı, musiqi anlayışı, estetik anlayışı, sənət anlayışı, şeir anlayışı, teatr anlayışı, sinema anlayışı dəyişər, gəlişər, genişlər. Bunların esprisi olmamış. Neden? Çünkü biz bir zindan hayatı yaşayırıq. Ve bu zindan hayatını bize yaşadan da mən 356-cı ildə 29 bəhməndə gerçəkləşən və ilk dəfə mərc şah deyən, şaha ölüm olsun deyən molla, feodal, molla, istemarçı fətvaları ilə ayağa qalxan bu xalq kütləsi oldu. Qardaşım, onlar gəbərdilər, getdilər, bizim zindagimizi mədbəxt etdilər bunlar. Biz mədbəxt olduq. Mən Pəhləvi rejiminin gəlişməsindən, dəyişməsindən yanaydım, yanayım. O zaman olsaydım mən bu düşüncələrimlə belə deyərdim. Pəhləvi devləti qalsaydı belə qalmayacaq idi çaxı. Qala bilməz. Zaman dəyişdi, çağ dəyişdi. Bizim Sovetlər dağıldı. O boyda dövlətlər. Halbuki Pəhləvi rejiminin özü 1000 dəfə Sovetlərdən daha yaxşıymış ki, komünistlər istəyirdilər Pəhləvini devirib bizi Sovetlərin köləsi etsinlər. Pəhləvi rejimi dəyişməli idi. Getməli deyildi. Oturmuş bir devlet idi. Gedəndən sonra yerinə belə şeylər gəlir. Bu cür olur. Fəlakətlər törədir. O da olacaq idi. Biz insan deyilik. Biraz səbirli olsaydılar. Təbrizin qoçuları, latları yerində rahat otursaydı. Biz də gələrdik, fikrimizi söylərdik. Millət vəkili olardıq, vəzir olardıq, vəkil olardıq. Nə bilim, ideolog olardıq, sosiolog olardıq, doktor, mühəndis olardıq. Qaçıb gəlib burada yaşamazdıq da. Məmləkətimizi bərabər təmir edərdik, təsis edərdik. Deyərdik ki, qardaşım, işin başında kim olursa olsun. Bilirsiniz nə var? Zaman dəyişmiş, çağ dəyişmiş. Bizim xalqımız oyanmış, türk dilində məktəb istəyir.